Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün inşallah dövrü qanun dövrü sistemdə ətraflı yazı tələb edən tapşırıqların izahına baxacağıq. Tapşırıqlara keçməmişdən qabaq mənim əyani və onlayn formada dərslərimə qeydiyyat davam eləyir. Kimlər dərslərim haqqında məlumat əldə etməkdən ötürü qeyd edəcəyim, videonun sonunda qeyd edəcəyim nömrə ilə əlaqə saxlaya bilər və bundan əlavə mənim ödənişsiz sınaq qrupu mövcuddur. O sınaq qrupunda mən həftə içində bir neçə sınaq atıram və o sınaqların daha sonra video izahını qeyd edirəm. Kimlər daha ətraflı məlumat əldə etmək istəsə, qoyacağım nömrə ilə əlaqə saxlasınlar və ödənişsiz formada qrupa daxil ola bilərlər. Yaxşı, başladıq birinci tapşırıqla. Gəlin başlayaq. X və Y-dən əmələ gəlmiş birləşmənin bir molunda atomların mol sayını və elektronların mol sayını müəyyən edin. X birləşməsi sıra nömrəsi 19-dur. 19-a uyğun elektron konfiqurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p6, deməli 3d0, 4s1 şəklində qeyd edirik. Daha sonra Y sıra nömrəsi 16-dır. Elektron konfiqurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p4 şəklində qeyd edirik. Və bunlardan əmələ gələn birləşmə. X-ə fikir verdikdə uşaqlar, X-in xarici təbəqəsində neçə tək elektron mövcuddur? Bir dənə tək elektron var, 4s1-də. Y-də isə deməli xarici təbəqədə 3s2, 3p4-dür və p yarım səviyyəsində bilirik ki, 3 orbital var və bu orbitallarda 2 dənə tək elektron mövcuddur. X-lə Y rabitə yaradanda X1 valentli olacaq, Y isə neçə valentli olacaq? Valentli ümumiyyətlə xarici təbəqədəki tək elektronun sayına müəyyən olunur və X elementi birinci qrupda yerləşir, metaldır, sözsüz ki, bir valentli olacaq. Y elementi isə 6-cı qrup elementidir, sözsüz ki, o da 6-cı qrup elementləri metallarla birləşmədə 2 valentli olacaq. Həm də tək elektronların sayı neçədir? 2-dir və elektron belə deyək də quruluş tərtib eləyəndə X2, Y şəklində qeyd eləyəcək, çünki valentliklərini çarpaz formada yerini dəyişməklə yazmaq mümkündür. Bir molda olan atomların sayını müəyyən etdikdə 2x atomu, 1 y atomu cəmi 1 molda 3 mol nə mövcuddur? Atom mövcuddur. Elektronların mol sayını bizdən soruşur. Elektronların mol sayı isə demək bu birləşmədə x2 y-dir. Bu birləşmədə 2x belə deyək də atomu mövcuddur və 1x atomundakı elektronların sayı 19-dur. 19 vurulsun 2. Y üçün isə elektronların sayı 16-dır və 1 Y atomu olduğu üçün buradan asanlıqla elektronların sayını 54 olaraq qeyd edərik. Yəni ki, bu X2Y birləşməsinin 1 molunda 54 mol elektron mövcuddur və 1 molda 3 molda atom mövcuddur. Deməli, 3 burada bizə birinci şərtdə istəniləndir, 54 isə ikinci şərtdə istəniləndir. Keçək növbəti tapşırığa. Növbəti tapşırıqda sıra nömrəsi 24 olan element verir və bu elementdəki tək elektronlar ümumi elektronların neçə faizini təşkil etdiyini və üçüncü energetik səviyyədə olan elektronların sayını bizdən soruşur. Əgər sıra nömrəsi 24 olan elementdən söhbət gedirsə, biz bilirik ki, dövrü sistemdə sıra nömrəsi 24 olan və sıra nömrəsi 29 olan elementlər mövcuddur ki, bunlar xrom və misdir ki, bu elementlərdə elektron uçurum hadisəsi baş verir. Yəni, bu nədir? 4s yarım səviyyəsindəki elektronların biri 3d yarım səviyyəsinə keçir. Bu da, belə deyim də, energetik səviyyənin, yarım səviyyənin və orbitalın daha davamlılığı ilə əlaqədardır və 24 olan elementin elektron konfiqurasiyasını biz qeyd etdiyimiz zaman yazarıq ki, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d5, 4s1 şəklində qeyd edirik. Yəni 24 və 29-cu elementlərin konfiqurasiyası bu formadadır. Əslində biz 24-ü belə yazmalıydıq da 4s2, 3d4 şəklində yazmalıydıq. Sadəcə uçurum hadisəsi olduğu üçün S-dəki elektronun biri gəlir nəyə? D yarım səviyyəsinə və konfiqurasiya 3d5, 4s1-dir. Və tək elektronları qeyd edir. Tək elektronlar D yarım səviyyəsində 5 tək elektron olacaq. S-də isə 1. Bunu tam aydın şəkildə mən sizə qeyd edeyim. Biz bilirik ki, D yarım səviyyəsində 5 dənə orbital mövcuddur uşaqlar. Bax, bu orbitalları çəkdim və elektronlar orbitallara paralel spinlərdə belə deyək də tək-tək dolurlar. Daha sonra isə onların cütləşməsi baş verir. Deməli, D yarım səviyyəsində biz buradan görürük ki, 5 tək elektron var. 4s1-də isə 1 dənə təkdir. Bu isə 3d5 şəklində qeyd edilmişdir. Və tək elektronlar ümumi elektronların bizdən soruşur ki, neçə faizini təşkil edir? Deməli, ümumi elektronu nə qədərdir X elementi üçün? 24. Tək elektronlarının sayı D-də 5 ədəddir. 4s1-də isə 1 ədəddir. Cəmi 6 dənə var və faiz olaraq tapdıqda 25%.
Bu birinci istənilən şərtdir. Daha sonra deyir ki, bir dəqiqə, üçüncü energetik səviyyədə olan elektronların sayını, üçüncü energetik səviyyədəki elektronlar deyirsə, bax, üçüncü təbəqədə olan elektronların sayı dedikdə, bax, bu, belə deyim də, üzərlərində üçüncü təbəqədə olan elektronları cəmləyirik. 3s-də neçə elektron mövcuddur? 2, p-də 6, d-də isə nə olacaq? 5. Yəni, burada 4s1 bura aid deyil uşaqlar. Yəni, 3s2, 3p6, 3d5-dən burada söhbət gedir və burada elektronların sayı da nə olacaq? 13. 4s burada artıq belə deyim də 4s 4-cü təbəqənində və 4-cü təbəqədə olan bir elektronu göstərir. Bizdən də 3-cü təbəqəni soruşduğu üçün, 3-cü energetik səviyyəni soruşduğu üçün burada da olacaq 13 elektron. Keçək növbəti tapşırığa. Üçüncü testdə qeyd edir ki, X1737 N iyonunun tərkibində proton, neytron və elektronların cəmi 55-dir və N-i müəyyən etməyimizi bizdən soruşur. Deməli, bu X1737 sözsüz ki, belə deyək də, xlorun izotoplarından biridir N və tərkibindəki proton, neytron və elektronların cəmi. Baxın, elementin ümumiyyətcə sol tərəfdən aşağıda yazılan onun nə sayıdır? Proton sayıdır. Sol tərəfdən lap yuxarıdan yazılan onun atomunun kütləsidir. Biz bilirik ki, atomunun kütləsi A bərabərdir, P plus N şəklində qeyd edilir. Bunun atomunun kütləsi 37, protonunun kütləsi belə deyək də sayı 17-dir daha doğrusu. Neytronu buradan tapdıqda 20 eləyir. Demək, neytron isə burada yazılır. Bu hissədə də neytron qeyd edildi. İndi gəlin deyilənləri bir-bir yazaq. Protonlarının sayı neçədir? 17. Neytronun sayı neçədir? 20-dir. Elektronlarının sayını bilmirəm uşaqlar. Elektronu bir E hərfi ilə işarə edirəm və bərabər eləyirəm 55-ə və 55-ə bərabər eləyib asanlıqla burada elektronların sayının, belə deyək də, elektronlarının sayını nə şəklində qeyd eləyə bilərik? Burada 18 şəklində qeyd eləyəcək. Yəni, burada eləyəcək 37, 55-dən də 37-ni çıxdıqda 18. Deməli, bu X elementini yenidən buradan yazıram. X17, 37, elektronlar isə sağ tərəfdən aşağıda yazılır. Burada 18 şəklində yazacağım. Onda belə qeyd olunur ki, baxıram ki, elektron 18, protonu 17-dir. Deməli, bu iyondur da, belə deyək, neytral atom deyil, iyondur. Çünki burada N artıq yükü müəyyən eləyir. Mən uşaqlara həmişə deyirəm, amma daimi işləyən uşaqlar bilirlər ki, bunu rahatlıqla N-i necə müəyyən etmək olur. Bir qaydamız var ki, elektron bərabərdir, proton çıxılsın, iyon yükü. Bunu bilir uşaqlar. Elektronu 18-dir, proton isə 17-dir, çıxılsın iyon yükü. İyon yükü. Buradan iyonun yükünü də asanlıqla nə şəklində taparıq ki, burada belə deyək də, çıxılsın iyonun yüküdür və iyonun yükünü də mənfi bir şəklində qeyd eləyərik burada. Mənfi bir şəklində qeyd etdik. Deməli, biz burada belə deyək də, N-i nə şəklində tapdıq? N-i artıq mənfi bir şəklində qeyd etdik. Bizdən də N-i soruşurdu və N-imiz burada olacaq mənfi 1. Bu bizdən birinci istəniləndir. Bunu haşiyə alıram ki, bu bizim gözümüzün qarşısında olsun. Daha sonra keçirəm növbətiyə və deyir ki, Y 919 bu hissəni bir dəqiqə silim. Nə yazıldığını bilmirəm. Aha, burada da yenə də N şəklində qeyd edilir N. Biz N-i, uşaqlar, N-i bayaq nə tapmışdıq? Mənfi 1 tapmışdıq. Onda bu belə olacaq da Y919 N-i də mənfi 1 şəklində qeyd edərik. Və bunda olan elektronların sayı da bilirik ki, artıq yenə də elektron bərabərdir. Proton çıxılsın iyon yükü. Elektronu bilmirəm. Protonu 9-dur. Çıxıram mənfi 1-i. Bu da eləyir 10. Heç bunu çox testli işləyən uşaq artıq bilir ki, bu iyon bir dənə elektron aldı. Əvvəl 9 idi, daha sonra 1 elektron aldı. Elektron sayı 10 oldu. Sadəcə mən düsturla getdim ki, bəzi çaşan uşaqlar rahatlıqla işləyə bilsinlər. Deməli, burada da ikinciyə uyğun olan da 10 oldu. Yəni, müvafiq olaraq birinciyə N mənfi 1, ikinciyə də elektronların sayını nə şəklində qeyd etdik? 10 şəklində qeyd etdik. Aha, keçək növbəti tapşırığa. Demək, bizə iyonlar verir, neytronları, elektronlarını verib və bizdən N-i və M-i soruşur. Gəlin baxaq. Deməli, yazıram X20, 42 müsbət. Burada söhbət kalsiyumdan gedir. Neytronlarının sayını tapanda burada nə şəklində qeyd edərik? Çünki əvvəl tapmaq lazımdır, ona əsasən müəyyən eləyəcək. A bərabərdir P plus N şəklində qeyd eləyəndə atom kütləsi 40, protonun sayı 20-dirsə, yəni atom kütləsindən protonu çıxdıqda asanlıqla bizə neytron verəcək. Neytronu buradan tapdıq ki, nə? 20.
20 tapmışıq. Yəni bunu da A şəklində qeyd edib. Elektronların sayına fikir verirəm. Elektronlar da burada olacaq nə? Deməli bu protonun sayı 20-dir. Əvvəl 20 elektronu vardı. Müsbət 2 yük o deməkdir ki, uşaqlar bu X elementi 2 elektron verib. Yaxud da ki, düstur şəklində də yaza bilərsiniz. Elektron bərabərdir proton çıxılsın ion yükü. Elektron bərabərdir 20 çıxılsın 2. Buradan elektronu asanlıqla 18 taparsınız. Yəni elektron da neçə oldu? 18 şəklində qeyd etdik. Bu hissəni bir dənə silim, tam səliqəli yazaq. Deməli, yazdım ki, neytronu A-dır. A-nı tapdıq neçə? 20. Elektronlarının sayını da tapdıq 18. B-ni də tapdıq 18. İndi keçirik Y elementi üçün yazıram. Y elementi üçün də yazıb ki, M 36. Burada qeyd edilir ki, N şəklində. Bunda neytron sayı da NX elementi ilə elektron sayları bərabərdir. Demək, Y elementinin də neytron sayını neçə qeyd edərəm uşaqlar? Mən 20 qeyd edərəm də, eləmə, bura yazdım 20. Və elektronlarının sayı da bərabər olduğu üçün burada yazdım, elektronun sayını da yazdım ki, 18. Onda A bərabərdir P plus N-dən, A-sı 36-dır, bu 36-dır. Protonların sayı M-dir, neytronun sayı da 20-dir. Buradan M-i asanlıqla taparıq 16. Məndən M-i soruşur, bu ikinciyə aid xüsusiyyətdir. Daha sonra isə bir də N-i soruşur. Artıq belə deyək də yenə elektron bərabərdir proton çıxılsın ion yükü, demək elektronu 18, protonu bilmirəm. Protonu daha doğrusu 16 olaraq biz neyləmişdik? Qeyd etmişdik. Protonu 16-dır, çıxılsın ion yükü də N-dir. Buradan N-i də asanlıqla taparıq ki, neçə? -2 şəklində qeyd eləyərik. Deməli, bunu da soruşurdu. Bu da birinci. Məndən istənilən nə idi? Bir dəqiqə. Aha, bu da məndən istənilən birinci şərt idi. Deməli, N-i tapdıq -2 qeyd edirik. M-i də tapdıq 16. Keçək növbəti tapşırığa, 5-ci tapşırıqdır. 5-ci tapşırıqda deməli x verib, deməli x verilib A 2 müsbət şəklində və neytronlarının sayına A, elektronlarının sayına B, B bölünsün A-nı da verib bizə 0,9. A-nın qiymətini və X elementinin nisbi atom kütləsini müəyyən edin. Bunun üçün biz nə edərik uşaqlar? Deməli, biz diqqətlə X elementinə fikir veririk ki, bu X elementinin əvvəl, belə deyək də, elektronlarının sayı A-dır. 2 elektron verəndən sonra bunun elektron sayı olacaqmı? Yəni, A minus 2, yaxud da yenə düsturla elektron bərabərdir, proton çıxılsın ion yükü. Elektronu bilmirəm, protonu A-dır, çıxıram, neçəni? 2-ni. Biz elektronu tapdıq nə şəklində? A minus 2 şəklində, eləmi uşaqlar? Və neytronlarının sayını da elə bizə A şəklində vermişdi. Onda B nəyi təmsil eləyirdi? Elektronu. Elektronun sayı A-2-ni neytron sayı olan A-ya böldüyüm zaman mənə verəcək nəyi? 0,9-u. Yəni A-2 bərabərdir 0,9A. Buradan da 0,1 A bərabərdir 2. A-nı rahatlıqla 20 taparsınız. Deməli, onda X elementinin, belə deyək də, proton sayı 20, yükü isə neçədir? Müsbət 2-dir. Mənə qeyd eləyir ki, A-nın qiymətini. A-nı 20 tapmışdıq, yəni bu bizdən birinci istəniləndir. Daha sonra X elementinin nisbi atom kütləsini müəyyən eləyin. Bu elementin protonlarının sayı 20-dir. Biz neytronlarının sayını nə şəklində bax bizdən soruşmuşdu? Fərqli qələmlə yazacağım. Neytron sayı da A-dır da uşaqlar. Elə A-nı da 20 tapmışdıq. Demək, neytrondakı elementin sol tərəfdən ortada yazılır da. A da bərabərdir proton plus N. Buradan A-nı asanlıq protonu 20, neytronu da 20 şəklində qeyd eləyəndə A bərabər olacaq neçəyə? 40-a. Deməli 40-a. Bu da bizdən istənilən ikinci idi. Birinci müvafiq olaraq A-nı 20 tapdıq. İkinciyə atom kütləsi isə, yəni nisbi atom kütləsini isə nə şəklində qeyd etdik? 40 şəklində qeyd etdik. Keçək növbəti tapşırığa. Üçüncü dövr elementidir. Baş oksidinin formulu XO, Y üçün isə Y2O5-dir. X atomunun proton sayını, Y atomunun minimum oksidləşmə dərəcəsini müəyyən edin və bizə deyir ki, üçüncü dövr elementidir. Əgər baş oksidinin formulunu XO şəklində qeyd olunursa, burada deməli X neçənci dövr elementidir. Əlbəttə ki, dövr deməyək, daha doğrusu neçənci qrup elementidir? İkinci qrup elementidir. Çünki ikinci qrup elementləri ekvivalentli və onun oksigen də ekvivalentli və əmələ gətirdikləri birləşmə XO şəklindədir. Yəni 2, belə deyək də, A yarım qrup elementlərinin baş oksidinin formulu belə deyək də, XO şəklindədir. Mənə də qeyd eləyir ki, bu element neçənci dövr elementi? Üçüncü dövrdür. X üçün yazıram 1s2, 2s2, 2p6, üçüncü dövrdür deyə 3-ü yazdım və ikinci qrupda deyə 3s2 şəklində qeyd etdim. Bu formada da saxlayıram. Y üçün danışdıqda isə Y-in başı oksidinin formulunu Y2O5 verib.
Y2O5 hansı qrup elementlərinin baş oksidinə uyğun gəlir? Sözsüz ki, bu 5-ci qrup elementləri. Deməli, Y-də olacaq 3-cü dövr 5-ci qrup elementi. 1s2, 2s2, 2p6, 3s2, 3p3-də dayanıram. Çünki bu qarşıda olan dövrü göstərəcək. Üzərindəki elektronların cəmi isə bunun qrupunun nömrəsini göstərəcək. 3-cü dövr 5-ci qrup elementidir. Və mənə də deyir ki, X atomunun proton sayını. X atomunun proton sayı deyəndə onun üzərində olan elektronları biz cəmləyəcəyik və onun sıra nömrəsi, yəni protonun sayını müəyyən edərik. Deməli, bu elementin protonlarının sayı olacaq 12. Buradan yazdım bunu. Daha sonra, yəni ki, bu 12 bizdən birinci istənilən şərt idi, proton sayı. Y atomunun minimum oksidləşmə dərəcəsi. Y neçənci qrupda yerləşdir uşaqlar? 5-ci qrupda. Ümumiyyətcə 4-cü qrupdan başlayaraq elementlərin minimum oksidləşmə dərəcəsini tapmaqdan ötürü belə deyək də onların qrup nömrəsindən 8 çıxmaqla, baxın, qrup nömrəsindən çıxarsınız 8-i, onun nəyini taparsınız? Minimum oksidləşmə dərəcəsini belə deyək də, dərəcəsini taparıq. Yəni, bu Y elementinin neçənci qrup elementidir? 5-ci qrupda. Çıxaram 8-i və oksidləşmə dərəcəsini, minimum oksidləşmə dərəcəsini neçə taparıq? -3. Bu da bizdən istənilən ikinci şərt idi. Birinci, tapdıq ki, X-in proton sayını 12. İkinci isə Y elementin minimum oksidləşmə dərəcəsini -3 şəklində qeyd etdik. Keçək növbəti tapşırığa. Növbəti tapşırıqda gəlin görək nə deyir bizə. Deməli, T və L-in əmələ gətirdiyi birləşmə molekulundan elektronların sayı, X və Y-in əmələ gətirdiyi birləşmə molekulundakı rabitələrin yaranmasında iştirak edən elektronların sayı. Deməli, qeyd edək ki, T və L haqqında danışaq əvvəlcə. Bizdə T və L-in əmələ gətirdiyi birləşmə molekulundakı elektronların sayına T-yə fikir versək, T 3-cü dövr 1-ci qrup elementidir. T üçün konfigurasiyanı yazdıqda 1s2, 2s2, 2s2, 2p6, 3s2. Çünki 3-cü dövr 1-ci qrup, daha doğrusu, üzr istəyirəm, bu 3s1 şəklində olacaq. Deməli, 3s1 şəklində qeyd etdik biz. Bu 1-dir. T üçün, L üçün qeyd eləyəndə L isə fikir verirsinizsə 3-cü dövr neçənci qrup elementidir? 7-ci qrup. Biz L üçün yazanda 1s2, 2s2, 2p6, 3s2, 3p5 şəklində qeyd eləyəcəyik. Deməli, T-yə fikir verirəm ki, T 1-ci qrup elementidirsə, 1 valentdir. L isə 7-ci qrup elementidir. Bax, üzərindəki elektronları cəmləyirəm. 7-ci qrup elementidir. Ümumiyyətlə, qrup xarici təbəqədəki elektronların cəmidir. Dövr isə xarici təbəqədəki belə deyim də, S-in P-nin qarşısında olan, yarım səviyyənin qarşısında olan rəqəm isə energetik səviyyəni, yəni elektron təbəqəsini, dövrü göstərir. Və bu element 7-ci qrup elementidir. Və 7-ci qrup elementləri, belə deyək də, bax, bunun P yarım səviyyəsində elektron konfigurasiyasını yazanda xarici təbəqəsindəki tək elektronun sayını neçə görürük? 1. Və bu, demək, birləşmədə neçə valentli olacaq? 1. Həm də ki, uşaqlar, artıq kimyanı keçəndən sonra uşaqlar bilir ki, bu element 7-ci qrupdursa, bu halogendir. Və T elementi 1-ci qrup elementidirsə, bu metaldır. Və halogenlər də metallarla birləşmədə nə olacaqlar? Metallarla birləşmədə olacaqlar 1 valentli. Ona görə də nə edəcəm? TL şəklində qeyd eləyəcəm. Yəni ki, formul TL şəklindədir. Və onun molekulundakı elektronların sayını məndən soruşur. T-dəki elektrona fikir versək, bunun üçün üzərindəki elektronları cəmləyirəm. Bax, bura yazmışdım, 1s2, 2s2, bax, bunları cəmləyirəm. Buradan artıq tapacağıq ki, biz 11. T üçün sıra nömrəsi, belə deyim də, elektron sayı 11-dir. L üçün isə 17-dir. İndi TL üçün məndən qeyd eləyir ki, elektronların sayı 11, belə deyək də, 1 molunda, yəni ki, molekulunda, en az sayda molekulunda T-də 11, L-də isə 17-dir. 28 dənə nə mövcuddur? 1 molunda 28 mol elektron mövcuddur və 28 olaraq qeyd etdik. Daha sonra, yəni bu bizdən istənilən birinci şərt idi. Keçək ikinci istənilən X və Y-in əmələ gətirdiyi birləşmə molekulunda rabitələrin yaranmasında iştirak edən elektronların sayı. X-ə fikir versək, X birinci dövr birinci qrup elementidir. X, yəni birinci dövr birinci qrupdursa 1s1-dir. Y üçün danışdıqda isə ikinci dövr fikir verin, ikinci dövr 5-ci qrup elementidir. Deməli, onun üçün də yazıram ki, 2s2, 2p3, yəni öndə də 1s2 vardı da, bilirsiniz. İndi onların birləşmə molekulunda rabitələrin yaranmasında iştirak edən elektronların sayı. Sözsüz ki, təbii olaraq siz bilirsiniz ki, 1s1 elektron konfigurasiyasına malik olan X elementi hidrogendir. Y isə, belə deyək də, ikinci dövr 5-ci qrup elementidir. Sözsüz ki, 5-ci qrup elementlərinin hidrogenli birləşməsinin formulunu yazanda YX3 şəklində qeyd edirik. Burada uşaqlar söhbət onsuz amoniyakdan gedir də, NH3, Y elementi də söz təbii ki, azotdur və onların əmələ gətirdiyi birləşmə bax bu formadadır. X şəklində yazsaq daha doğru olar. Amma siz daha bildiniz ki, onsuz ki, bu hidrogendir.
Aha, x şəklində burada yazıram x və 3 dənə rabitə görürük. Bu bizdən də deyir ki, rabitənin yaranmasında iştirak edən elektronların sayı. Unutmayın ki, uşaqlar, bir rabitəni həmişə 2 elektron yaradır. Nə yaradır? 2 elektron. Yəni bu rabitəni, bax burada bir də qara xətlə çəkmişəm ha. Onların hər birini nə yaratdı? 2 elektron. Onda belə görünür ki, artıq bu birləşmədə rabitənin yaranmasında iştirak edən elektronların sayı nə olacaq? 6 olacaq. Deməli, burada da yəni 5 şəklində qeyd edilir. Bunu da 6 kimi qeyd edəcəyik. A-nı isə, yəni bu ikinciyə aid xüsusiyyətdir. A isə nə oldu? Əlbəttə ki, 28 oldu. Keçək növbəti tapşırığa. 8-ci tapşırıqda bizə qeyd edir ki, x və y elementləri verib, ümumi elektron formulları n-2 npa-dır. Valent elektronlarının cəmi isə 10-dur. Y-də n-2 npb-dir. Elektron mənfiliyi ən böyük olan elementdirsə x, A-nı müəyyən edin və daha sonra isə B-ni müəyyən edin. Uşaqlar, unutmayın ki, valent elektronları dedikdə atomun xarici təbəqəsində olan elektronlar ki var, onlar valent elektronlarıdır. Mənə qeyd edir ki, bir ipucu verir ki, x elektron mənfiliyi ən böyük olan elementdir. Uşaqlar, elektron mənfiliyi ən böyük olan element hansı elementdir? Təbii ki, flordan söhbət gedir burada və florun elektron konfigurasiyası və bu x elementidir. Yəni burada söhbət flordan gedəcək və florun elektron konfigurasiyasını biz yazanda nə şəklində qeyd edirik biz bunu? Belə deyək də, neçənci qrupda yerləşəcək? Yerləşəcək 7-ci qrupda. Onun üçün belə yazarıq da, ns2 np5 şəklində qeyd edirik, 7-ci qrup elementidir. Və bu xarici təbəqədə olan elektron var, 2 ilə 5-ci cəmi. Bax, o valent elektrondur. Mənə valent elektronun ümumi cəmini nə qədər verib? 10. Ondan çıxaram bu 7-ni, yerdə qalar 3 dənə nə elektronları? Valent elektronu. Deməli, bu 3 dənə yerdə qalan elektron, valent elektronu Y-ə məxsusdur. Y üçün yazdıqda isə yazaram ki, ns2, bax, 2 valent elektronu ödəndi. Deməli, np-yə nə yazılmalıdır uşaqlar? 1 yazılmalıdır da. Məndən soruşur ki, A-nı müəyyən et. Biz buradan A-nı asanlıqla müəyyən etdikdə MP-nin üzərində idi də A. Biz bunu rahatlıqla müəyyən elədik ki, A bərabərdir nəyə? 5 şəklində qeyd etdik. Və daha sonra isə B-ni müəyyən etdik. B də yenə Y üçün P-nin üzərində qərar tutub və ona görə də biz B-ni də nə şəklində qeyd etdik? 1 şəklində qeyd etdik. Yəni 1-ə aiddir, belə deyək də 5, 2-yə aiddir 1. Keçək növbəti tapşırığa. Gəlin görək 9-cu tapşırıqda nə deyir? Deyir ki, x yenə 24 verir. Yəni ki, burada elektron uçurum hadisəsi olan xromdan söhbət gedir. Normal vəziyyətdə xarici təbəqəsindəki elektronlarının sayına A, Y9, Z13 üçün əmələ gətirdiyi birləşmədə atomların ümumi sayı da B-dir. Gəlin birinci şərtə baxaq. X üçün konfigurasiyasını biz qeyd etsək, bilirik ki, artıq əzbərdən. Bir eski, mən özüm də hazırlıqlarda uşaqlara deyirəm ki, həmişə belə deyim də, qan yaddaşı kimi dövrü qanunda 24-cü elementlə 29-cu elementin konfigurasiyasını əzbər şəkildə yadda saxlayın. X üçün deyəndə qısa elektron konfigurasiyası 3D5 4S1 dənən, sıra nömrəsi 29 olan mis üçün dedikdə isə 3D10 4S1 dənən rahatlıqla da bütün testləri işləyə bilərsiniz. Bunlar fərqlidir deyə biraz. Yəni testlərdə də əksər vaxtı şagirdlərə bu düşür. 2S2 2P6, daha sonra yazıram 3S2 3P6, 4S-in enerji sazı deyə birinci 4S durur və elektron uçur gəlir 3D-yə. 3D5 şəklində qeyd etdim. Daha sonra bunun normal vəziyyətdə xarici təbəqəsindəki elektronların sayı. Bax, xarici təbəqə deyəndə sonuncu təbəqəyə fikir verin. 4S, bax 4-cü təbəqədəki S yarım səviyyəsində olan elektron sayı neçə dənədir? 1 dənədir. Yəni biz burada A-nı nə kimi qeyd eləyəcəyik uşaqlar? 1 kimi qeyd eləyəcəyik. Yəni burada bu belə deyək də, bizdə olacaq bu formada. Daha sonra keçirik, yəni ki, bu bizdən istənilən birinci şərt idi, yazdım. Y9 üçün yazıram burada və bir də ki, Z13 üçün yazıram ki, bunların əmələ gətirdiyi birləşmədə atomların ümumi sayı. 9 üçün konfigurasiya 1S2, 2S2, 2 belə deyək də, P5, Z üçün 1S2, 2S2, 2P6, 3S2 və 3P1-dir. Buradan Y-ə məlum məsələdir ki, burada söhbət sıra nömrə 9 olan flordan gedir. Heç bunu bilməsəz belə P yarım səviyyəsinə baxıram ki, bunun artıq bir dənə tək elektronu var. Deməli, bu element bir tək elektronu olduğu üçün Y bir valentli olacaq. Z-ə baxıram ki, Z 3-cü qrup elementidir. 3-cü dövr 3-cü qrup elementidir. Biz də demişik ki, 1A-dır, 2A-dır, 3A-dan bor istisna olmaqla digərləri metallardır da uşaqlar. Deməli, bu Z 3-ün də yazanda 3-cü dövr 3-cü qrup elementidirsə, bu olacaq burada 3 valentdə. Həm də ki, bunun valentliyini necə müəyyən eləyərsiniz? Bu 3S2, 3P
3p1-dirsə, bu həyəcanlandığı zaman 3s1, 3p2 olacaq və xarici təbəqədəki tək elektron sayı 3-dür və element 3 valentlik göstərəcək. Formulunu yazdığım zaman isə z, y, 3 şəklində qeyd edəcəm. Və deyir, əmələ gətirdiyi birləşmədəki atomların ümumi sayı. 1 molunda olan atomun sayı z üçün 1-dir, y üçün isə neçədir? 3-dür və cəmi olacaq atom sayı nə qədər? Əlbəttə ki 4. Yəni bu da bizdən istənilən ikinci şərt idi. İkinciyə uyğundur müvafiq olaraq 4. Birinciyə uyğun belə deyək də müvafiq olaraq A-nı isə 1 şəklində tapdıq. Keçək növbəti tapşırığa. Növbəti tapşırıq bizə XO4 mənfini verir və elektronlarının ümumi sayını 58, X-in dövrü sistemdəki mövqeyini, X atomunun P elektronlarının sayı, bütün elektron sayının neçə faizini təşkil edir? Bunu bizdən soruşur. Gəlin yazaq XO4 mənfi. Elektron sayı nə qədərdir? 58. X-in elektronunu bilmirəm. X şəklində qeyd edirəm. Oksigenin elektron sayı neçədir? 8-dir və 4 oksigen atomumuz var və bu XO4 neçə dənə elektron alıb? 1 dənə elektron aldığı üçün plus 1 yazırıq. Yəni mənfi görəndə plus şəklində qeyd eləyəsiniz. Müsbət gördükdə isə bilin ki, müsbət yüklüdür. Belə deyək də bu hissəcik və elektron verib. Burada mənfi olduğu üçün plus yazdım 58. X plus 33 bərabərdir 58 və X-i buradan tapırıq ki 25. Yəni bu sıra nömrəsi 25 olan elementlər söhbət gedir. Və dövrü sistemdə X-in mövqeyini mən yazıramsa 25 ilə 1s2, 2s2, 2p6, deməli 3s2, 3p6, 4s2, 3d şəklində qeyd eləyəcəm burada. Artıq 5 şəklində qeyd eləyəcəm. Bax, elektron konfigurasiyası X üçün budur. Yəni bu məndən istənilən dövrü sistemdə, belə deyim də, dövrü sistemdə mövqeyini soruşduğu üçün bu məndən istənilən birinci şərtdir. X atomunun P elektronlarının sayı bütün elektron sayının neçə faizini təşkil edir? Bütün elektronları deyəndə bu elementin 25 dənə ümumilikdə elektronu var. P elektronları dedikdə biz gəlin P-dəki elektronları, bax 2p6 buradadır, 3p6 buradadır, başqa yoxdur. Yəni 2p6, 3p6 və s. bitdi. Və elektronların sayı bütün elektronların sayının neçə faizini təşkil edir? Ümumilikdə elektron sayı 12-dir, vururuq 100% şəklində. Buradan asanlıqla 48 şəklində qeyd edərik. Bu da bizdən istənilən uşaqlar ikinci şərt idi. Birinci müvafiq olaraq 3D, belə deyək də 4s2, 3d5, ikinci isə 48% şəklində qeyd etmək mümkündür. Keçək növbəti tapşırığa. 11-ci tapşırığa baxmaq istəyirəm. Element verir X və Y, dövrlərini verib və normal halda yarım səviyyələrdə olan elektronların S və P-də X-in dövrü sistemdə yerini və əmələ gələn birləşmənin məndən formulunu istəyir. Deməli uşaqlar, burada nəyə fikir verəcəyik biz? Əvvəla gəlin buna baxaq və X elementi üçün yazıb ki, dövrünün nömrəsi 3-cü dövrdür və normal halda yarım səviyyələrdə olan elektronların sayı S-də A-dır, P-də isə A plus 4-dür. Dövrü sistemdə mövqeyini X üçün qeyd edir. Biz əvvəlcə X üçün yazsaq, buradan yazaq X üçün. 3-cü dövrdürsə, deməli biz rahatlıqla yazacağıq ki, 1s2, 2s2, 2p6 və burada fikir versəz görərsiniz ki, normal halda yarım səviyyədə olan elektronların sayı S-də A olanda P-də isə nə şəklində qeyd olunacaq uşaqlar? Belə deyək də, A plus 4 şəklində qeyd olunacaq. 1s2, 2s2, 2p6. Deməli burada S yarım səviyyəsində A, P yarım səviyyəsində A plus 4-dür. Biz elektron konfigurasiyasını yazmışıq ki, 1s2, 2s2, 2p6. Əgər bunun P yarım səviyyəsində A plus 4 şəklində elektronu mövcuddursa, biz mütləq bura nə yazmalıyıq uşaqlar? 3s2-ni yerləşdirməliyik mütləq. Nə şəklində? 3s2-ni qeyd etdik. 3s2-ni qeyd ediriksə, deməli bu elementdə artıq, baxın, niyə 3s2 yazdım? Tam aydın izah verim. P yarım səviyyəsində bunun 6 dənə elektronu var onsuz. S-ində də ki, sözsüz ki, 4 dənə elektronu var. Hələ mənə deyir ki, S-dəki elektronun üzərinə də 4 gələndə P-də olan elektronu verəcək. Ona görə mən məcburam ki, 3s2 yazam ki, burada S-də olan elektronların cəmini tapanda 1s2, 2s2, 3s2-də cəmi elektron 6 dənədir. P-də isə artıq deyir ki, yəni ki, bu 6-nı bu A şəklində qeyd edir. P-də isə A plus nə qədərdir? 4-dür. Yəni 6 plus 4 bərabərdir nə şəklində? 10 dənə elektron mövcuddur. Bu 10 dənə elektronun uşaqlar, baxın, 6 dənəsi 2P-dədir. Deməli, yerdə qalan bu 4 dənə ondan çıxanda 6-nı yerdə qaldı 4 elektron. O 4 elektronda 3P-yə yazacağıq biz. Daha sonra keçirəm mən Y elementinə. Y-də isə ikinci dövr elementidir. Onda S-də də elektron sayı B-dir. P yarım səviyyəsində isə nədir? B plus 1 şəklində qeyd olunub.
Deməli yazırıq y üçün. Y ikinci dövrdür deyə yazıram ki, 1s2, 2s2 mütləq burada mövcuddur. 2p belə deyək də, deyir ki, 2s2-ni yazdım. Onsuz ikinci dövr elementi. Hətta mənə deyir ki, p-də b plus 1-dir. Yəni ki, belə deyim də, b plus 1-dir. Mən bura 2s1 yaza bilmərəm. Çünki 2s1 olsaydı 2p ola bilməzdi. 2s2-ni yazmalıyam ki, sonra da s yarım səviyyəsi tam da olsun elektronla, sonra 2p yarım səviyyəsi gəlsin. Ümidvaram ki, başa düşürsünüz. Deməli, p-də isə s-də biz artıq tapdıq ki, neçə elektronu var. Yəni bunu B şəklində qeyd etmişdik. Burada 4 elektron. P-də isə, yəni bu 4-ü də bu B şəklində qeyd edilib. P-də isə B plus 1-dir. Yəni 4 plus 1, 5 dənə burada uşaqlar elektron var. Deməli bu da olacaq nə? 2s2, 2p5 şəklində nə edəcəyik? Qeyd edəcəyik. İndi məndən deyir ki, x-in dövrü sistemdə yeri. X-in dövrü sistemdə yerini, bax x-in konfigurasiyasını burada yazmışam mən. Dövrü sistemdə yeri də deyəndə x üçün yazaram ki, 3-cü dövr, 6-cı qrup. Bu məndən istənilən birinci şərtdir. İkinci şərtdə isə x, y-in əmələ gətirdiyi birləşmənin formulunu. X-ə baxıram və y-ə baxıram. Y bilirəm ki, 7-ci qrup elementidir və bivalentli olacaq. X-ə baxdıqda isə x isə 6-cı qrup elementidir. Burada söhbət sözsüz ki, kükürddən gedir və həmin bu y elementinin, belə deyim daha doğrusu, üzr istəyirəm, x elementinin artıq quruluşunu yazanda x burada olacaq 6 valentli. Çünki uşaqlar, bax x elementi 6-cı qrupdur, 3s2, 3p4, 3d0-dır. Y-lə birləşmə yaradanda maksimum həyəcanlanmış vəziyyətdir. 3s1, 3p3, 3d2 formasında. Yəni 6 tək elektronu olduqda rabidə yaradacaq və 6-cı qrup elementinin, yəni burada söhbət kükürddən gedirsə, onun 7-ci qrup elementin, yəni florla 2s2, 5p5 flördür də, orada əmələ gətirdiyi birləşmə necə görmüsünüz? S flor 6 şəklində görmüsünüz də, eləmi? Onun üçün də mən bura 6 yazdım, y üçün bir valentli yazdım, x, y 6 şəklində qeyd etdik və əmələ gətirdiyi birləşmənin formulu 2-dir və bunu da biz burada yazdıq ki, x, y 6 birinciyə uyğundur, müvafiq olaraq 3-cü dövr 6-cı qrup, məndən istənilən şərt, ikinci isə x, y 6 şəklində qeyd edərəm. Keçək növbəti tapşırığa. Gəlin görək, 12-ci tapşırıqda nə deyir? Üçüncü dövr elementləri x, y və z verir və normal halda yarım səviyyələrdə olan elektronların sayı hər üçündə S-də olan elektronların sayı bərabərdir. X-in Y-lə, Y-in Z ilə əmələ gətirdiyi birləşmənin formulunu yazın. Deməli, biz fikir verərək ki, X elementi üçün normal halda yarım səviyyədə olan elektronların sayı S-də yenə A-dır, P-də də yenə A-dırsa, deməli bunun P-si də varsa, biz X üçün əgər danışırıqsa, yazarıq 3-cü dövrdürsə, bayaqki kimi idi. Onun 11-ci tapşırıqda da belə idi. 1S2, 2S2, 2P6. Deməli, mən bura 3S2 yazmalıyam. 3S2 gəlməlidir ki, sonra 3p gəlsin və S-də elektronun sayını A şəklində tapdıq ki, bax bu üzərlərindəki fərqli qələmlə yazacağım. Bax S-dəki 2, 2, 2, 6 dənə elektron şəklində yazmışdım. Yəni P-də də A şəklində, deməli onda da 6 dənə elektron olmalıdır. Elə bu elementin 6 dənə elektronu P yarım səviyyəsində 2p6 ilə ödənir. Deməli X elementi üçün 3p0 şəklində yazmalıyam. Daha sonra keçəcəm Y elementinə. Biz Y üçün yazanda isə, Y-də 3-cü dövrdürsə yazıram 1S2, 2S2, 2P6, deməli yenə 3S2 şəklində qeyd etdim. Artıq belə deyək də, Y üçün isə A plus 2-dir. Yəni 3P, biz A-nı onsuz tapdıq neçə 6? 6 plus 2 bərabərdir Y üçün 8. O 8 dənə P yarım səviyyəsindən söhbət gedir də burada. Bu P yarım səviyyəsindəki 8 elektronun 6 dənəsini uşaqlar nə ödədi? 2P6-dakı elektronlar ödədi. Yəni bunu da 6-nı çıxsam, yerdə qaldı 2 elektron, o da gəldi nəyə? 3P-yə. Oldu 3S2, 3P2. Bu konfigurasiyanı da tərtib etdik. Keçirəm daha sonra mən Z elementi üçün danışıram və Z elementi üçün yenə də 1S2, 2S2, 2P6, 3S2 şəklində qeyd etdim. 3P-ni yenə S-də A-dırsa, A-nı biz yenə nə tapmışdıq uşaqlar? Bax, burada yazmışdım da 6-dır. P-də də A plus 5-dirsə, yəni 6 plus 5, 11 dənə elektron var, eləmi? Bu 11 dənə elektronun, uşaqlar, 6 dənəsi 2P6-dan gəlir. Çıxsam, yerdə eləyir 5 dənə elektron. O 5 dənə də elektron nəyə veriləcək? 3P-yə veriləcək. Yəni Z üçün qısa konfigurasiya 3S2, 3P5 şəklində olacaq. İndi X-in Y ilə, Y-in də Z ilə əmələ gətirdiyi birləşmənin formulunu məndən soruşur. Gəlin bunu da tərtib eləyən. Buradan yazıram. X yazdım. Burada yazdım. Y. Deməli, X-ə baxdıqda görürəm ki, X 3S2-dir. Yəni, 3-cü dövr 2-ci qrupdursa, burada söhbət metaldan gedir və metallar da 2 valentlidən 2-ci qrupdursa 2 valentli. Y-ə baxdıqda görürük ki, bax, Y budur.
Y3S2 3P4'dür, P2'dir daha doğrusu. Üçüncü dövr 4-cü qrup burada söhbət silisiumdan gedəcək və bunun artıq metal ilə birləşməsi artıq 4 valentlik göstərəcək. Bunun üzərindən yazıram 4. Deyərsən ki, ay müəllimə, bu 4 hardan çıxdı? Bunun tək elektronu 2 deyildi. Uşaqlar, bu Y elementi ki var, bu həyəcanlana bilir və bu həyəcanlandığı zaman buna məsələn Y1 enerji verdikdə S-dəki elektronun biri həyəcanlanır, uçur gəlir P-yə, 3S1 3P3 olur. Tək elektronun sayı oldu 4. S-də 1 ədəd, P-də də neçə dənə 3 ədəd. Oldu 4 dənə tək elektronu. X üçün artıq 2 valentdir. Y üçün 4 yazdıqda formulu tərtib eləyəndə X2 Y-dir. Həm də ki, uşaqlar, belə deyim də, kimyanı çox işləyən uşaq bilir ki, sıra nömrəsi 12 olan element, ikinci qrup elementidir, metaldır, 2 valentdir. Sıra nömrəsi 14 olan elementi bilir ki, bu 4-cü qrup elementi burada söhbət silisiumdan gedir və silisium metallarla birləşmədə onsuz 4 valentli olur. Yəni bunu çox işləyən, çox çalışan uşaq onsuz da bilir. Amma belə deyim də, izah formasına gələndə də X ikinci qrup elementidir, 2 valentlidir. Bu sözsüz ki, bu belədir. Y üçün isə sən mənə deyərsən ki, müəllimə, bunun tək elektronu 2P-də 2 dənə idi də. Bəli, tək elektron 2-də. Amma bu o tək elektrondan rabitə yaratmır da. Bu maksimum həyəcanlanır. Olur 3S1, 3P3, olur 4 valentli və formulu olur X2Y. Məndən də X2Y ilə əmələ gətirdiyi formulu yaz dediyi üçün bu məndən istənilən birinci şərtdir. Getirəm ikinci şərtə. Y-ə fikir verirsinizsə, yenə Y üçün yazanda bunu saxlayacağım. Z-ə baxıram. Z maddəsi 3S2, 3P5'dir uşaqlar. Bunun bir dənə tək elektronu var. Z elementi 3-cü dövr 7-ci qrup elementidirsə, deməli burada söhbət xlordan gedəcək və birləşmədə olacaq 1 valentli. Yenə də Y maksimum həyəcanlanmış vəziyyətində olacaq 4 valentli. Formulunu çıxardanda isə yazacağım. Y Z-ni 4 şəklində qeyd edəcəm. Aydındır, ümidvaram ki, və bu formada da yaza bilərik. Deməli, məndən istənilən birinci şərt bax buydu, bunu qeyd etdim. İkinci şərt də buydu. Y Z4 şəklində, bu da ikinci şərtdir. Ümidvaram ki, başa düşəcəksiniz. Keçirik növbəti tapşırıqlara. 13-cü tapşırıqla davam eləyəcəyik. X və Y atomların proton cəmi 40, fərqi isə 8-dirsə, bu iyonlardakı elektron saylarını məndən istəyir. Deməli, mən X verib, Y verib, məndən heç bir şey verməyib. Heç nə protonunu, nə belə deyim də, neytronu, heç nəyini verməyib. X üçün A yazıram protonu, Y üçün B yazıram. Deyir, bu A ilə B-nin cəmi mənə verir 40. Yəni protonların cəmi, proton da bilirsiniz, elementin sol tərəfdən aşağısına yazılır. Fərqi A-B-də bərabərdir 8. Bunlar gedir, 2A bərabərdir 48. A-nı da rahatlıqla taparsınız ki, nə? 24. 24 taparsınız. Deməli, burada biz A-nı tapdıq, nə? 24. X üçün 24'dür, eləmi? Yaxşı, B-ni necə taparıq? B də bərabər olarmı? Yəni, bax, bunu burada gətirib yazı istədi. Yerinə qoysaz, B-ni də taparsınız ki, neçə eləyər? 16 şəklində qeyd eləyər. Deməli, biz baxırıq neçənci tapşırığa? 13-cü tapşırığa. Bəli, A-nı tapdıq 24, B-ni də tapdıq 16, okey. İndi mənə deyir ki, XO4 2 mənfinin elektron sayını müəyyən et. Onu da buradan yazmaq istəyirəm. XO4 2 mənfinin elektron sayını. X-in onsuz 24 tapmışam. Deyərsən ki, ay müəllimə, sən proton tapmışsan. X atomundan söhbət gedirsə, burada neytral vəziyyətdədir. Burada neytral vəziyyətdədirsə, uşaqlar, proton elektrona elə bərabərdir də. Hətta sıra nömrəsi də bunun 24'dür. Bu 3 anlayışın üçü də eyni qapıya çıxır, atom neytral vəziyyətdə olduqda. Deməli, protonların sayı 24 yazdıq. Yəni, həm də elektron sayı 24'dür. Oksigində 8-də vurdum 4-ə elədi 32 və 2 mənfi dedikdə bu iyon 2 dənə də elektron neyini uşaqlar? 2 dənə də elektron alıb və burada cəmi birgə neçə eləyər? Əlbəttə ki, 58 eləyəcək uşaqlar. Və buradan, yəni ki, 58 bu məndən istənilən birinci idi, daha doğrusu 1. İndi YO4 şəklində yazıram. YO4 2 mənfi. Y üçün Y-i nə tapmışdıq? B-sini 16, yəni elektron sayını 16 tapdıq, həm də proton 16'dır. 32 plus 2 şəklində qeyd edilib. Burada da 50. Bu da məndən istənilən ikinci hissədir. Demək, birincini müvafiq olaraq 58 tapdıq. İkincini isə neçə tapdıq? 50 şəklində tapdıq. Keçək növbəti tapşırığa. 14'ə baxıram. Deyir, dövri sistemdə göstərilmiş əsas yarımqrup elementlərinin əmələ gətirdiyi birləşmədə elektronların sayı birləşmədə Y-ə uyğun qısa elektron formulunu yazın. Deməli, dövri sistemdə verilmiş əsas yarımqrup elementlərinin əmələ gətirdiyi birləşmə. Uşaqlar, X üçün yazdıqda yazaram ki, X üçün. Bax, ikinci dövr 5-ci qrupdur. Yazıram ki, 1S2, 2S2, 2P3 yazmalıyam da. Çünki ikinci dövr və üzərindəki elektron cəmdə 2P5, yəni ki, 5'i verdi bizə. İndi mənə yazır ki, Y üçün isə Y-ə baxıram ki, Y də 3-cü dövr 2-ci qrupdur. Y üçün yazanda 1S2, 2S2, 2P6, deməli 3S2 şəklində
şəklində yazırıq. Üçüncü dövr ikinci qrupdur. Elektronların əmələ gətirdiyi birləşmədəki elektronların sayına fikir verəcəm. Deməli, mən Y-ə baxdıqda üçüncü dövr ikinci elementdirsə, Y sözsüz ki, ikinci qrupdursa metaldır, ekvivalentlik göstərəcək. Z isə söhbət. Z 5-ci qrup elementidir və 5-ci qrup elementləri bunun xarici təbəqəsindəki tək elektronun sayı neçə dənədir? 3 dənədir və ümumiyyətlə valentliyi 3-dür. Burada söhbət azotdan gedir və o həyəcanlana bilmir. Xarici təbəqədəki elektron sayı 3 olduğu üçün artıq bu metalla birləşmədə 5-ci qrup elementləri həmişə neçə valentli olur? 3 valentli olur. Formulu tərtib etdikdə Y3 çarpaz dəyişirsiniz. Valentliyi Y3 X2 şəklində yazır. Birləşmədə elektron sayını. Y-ə fikir verirəm ki, uşaqlar, Y3 S2-dirsə 12-dir elektronu, X3-ün isə üzərindəki elektronları cəmləsəz eləyər 7. Y12-dir. Neçə Y var? 3 vurulsun 12 plus X-im isə neçədir? 7-dir. 7 vurulsun 2. Və rahatlıqla biz buradan taparıq ki, nə eləyəcək? Əlbəttə ki, 50 eləyəcək. Yəni bu bizdən istənilən birinci şərtdir. Keçirəm Y-ə uyğun qısa elektron formulu. Y-ın qısa elektron formulu dedikdə onun xarici təbəqəsini yazmalıyıq biz qısa. Yəni 3s2 şəklində bax bu formada qeyd etmək mümkündür. Bu da məndən istənilən ikinci şərtdir. Keçək növbəti tapşırığa. 15-ci tapşırığa baxırıq. Dövrü sistemdə göstərilmiş əsas yarımqrup elementlərinin protonlarının ümumi sayı 32 olarsa, X-in sıra nömrəsini və Z-in valent elektronlarının sayını müəyyən edin. Gəlin görək. X-ə fikir verirəmsə, dövrü əsas yarımqrup elementlərinin protonlarının cəmi 32-dir. Proton cəmini məndən 32 verir. Bax, X ikinci dövr elementidir, Y ilə bərabər. Z isə üçüncü dövrdür. Protonunu deyirsə, X üçün protonu götürüb yazıram mən A. Nə yazdım? A. Bax, soldan sağa doğru gəldikcə bir vahid proton sayı artır da, eləmi? Bax, burada olacaq, yazmağa çalışacağım, A plus 1. Burada olacaq A plus 2, Y üçün isə A plus 3. Z üçün artıq 3-cü dövr elementidir deyə. Elə bil ki, belə deyim də, Z Y-dən 8 vahid proton sayı çox olacaq. Çünki əsas yarımqrup elementi deyirsə, burada kiçik dövrdən söhbət gedir və kiçik dövrdən söhbət gedirsə, artıq aşağıdakı qrup üzrə Z-i görürük ki, Y ilə Z eyni qrupdadır. Aşağıdakı yuxarıdakından proton sayına görə 8 vahid çox olur. Yəni Y üçün A plus 3 atmışdıqsa, Z üçün A plus 11 yazacağıq. Yəni 3-ün üzərinə 8 gəldim də 11. Proton cəminə baxıram. X üçün mənə vermişdir A. Y üçün A plus 3. Z üçün də A plus 11. Bunun cəmi mənə verəcək 32. 3A plus 14 bərabərdir 32. A-nı da buradan rahatlıqla taparıq neçə? 6 taparıq. Və məndən də X-in sıra nömrəsini soruşur. X üçün elə biz A qeyd etmişdik də. Elə X-in sıra nömrəsi neçə oldu? 6. Deməli, bu məndən istənilən birinci şərtdir. Və deyir ki, Z-in valent elektronlarının sayı. Z-ə baxdıqda isə Z üçün nə yazmışdı? A plus 11 yazmışdır da. A plus 11-dirsə, A-nı da 6 tapmışıqsa, demək eləyəcək 17. Elektron quruluşu olacaq 1s2, 2s2, 2p6, 3s2, 3p5 şəklində dayanacaq. Valent elektronu xarici təbəqədə olan elektronların cəmidir. Bunun xarici təbəqəsindəki elektron cəmi nədir? 2 ilə 5-in cəmi necə eləyəcək? 7 eləyəcək. Ona görə də Z-in valent elektronlarının sayı burada yazıram 2. Bax, bu formada qeyd edəcəm burada. Birincini də məndən 6 şəklində qeyd etmişdik. Soruşmuşdu, biz də qeyd etmişdik. Keçək 16-cı tapşırığa. 16-cı tapşırıqda nə deyir? Deyir, 4-cü dövrün əsas yarımqrup elementində valent elektronlarının sayı ümumi elektronların 20%-ni təşkil edir. Bu elementin p elektronlarının sayını və elektron olan orbitalların sayını yazın. 4-cü dövrün əsas yarımqrup elementi. 4-cü dövrün əsas yarımqrup elementini mənə deyirsə, deməli, bu məsələn element deyir. Mən bunu götürürəm X elementi. Quruluşu yaza-yaza gedək. Elektron konfigurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10'u tam doldurub ki, çünki bu 4-cü dövrün əsas yarımqrupdursa, artıq burada mən belə deyim 4s2 ilə davam eləyəcəm. Baxıram ki, qayda qanunla burada elektronları üzərindəki bu X elementi ki var, naməlum element, onun üzərindəki elektronlarını cəmlədikdə biz baxırıq ki, bunun 30 dənə elektronu mövcuddur. Eləmi uşaqlar? Və əsas yarımqrup elementində eləmi? Bu 4s2 şəklində yazsam, belə deyim də, bu sıra nömrəsi 30 olan element olacaq və bu əsas yarımqrup elementi olmayacaq, əlavə yarımqrup elementi olacaq. Çünki S ilə D-dəki elektronları cəmlədikdə, belə deyim də, 8 olanda, 9 olanda, 10 olanda, 11 olanda, 12 olanda bunlar əlavə yarımqrup elementi olacaq. Daha sonra bu keçən 4P-yə 4P1 şəklində yazsaq, belə deyək də 4-cü dövr 3-cü qrup elementi olacaq və artıq olacaq əsas yarımqrup elementi. Amma elektronlarını üzərindəki elektronları cəmlədikdə bu olacaq 31-dir və
mənə deyir ki, valent elektronu xarici təbəqədədir. Bu 31-ə 100% yazsaq, bu valent elektronu 3-ə də x yazsaq, bu mənə 20% verə bilməz. Deməli, bu P1 deyil, aydındır. Və biz buradan, belə deyim də, bu hissəni silsək, P1 şəklində qeyd edə bilmərəm. Deməli, bu elə rəqəm olacaq ki, bu artıq 2 olduqda isə burada olacaq 32 və 32 ümumi elektrondur 100%-dir. Valent elektronu 4-dürsə x yazaram və buradan da artıq mən tapıram 12 tam belə deyim də 10/5 yenə də məndən 20% olmur. Nəhayət 3P belə deyim də 3 yazsaq, 3P 4 yazsaq, bu formada da yenə 20% alınmır, amma 3 belə deyim 3 deyil, üzrü sayın 4 daha doğrusu 4P. Biz artıq burada 4P-nin üzərinə belə deyim 5 qeyd eləyək və burada artıq elektronları cəmlədikdə bax 4s2-yə qədər 30-dur. Eləmi uşaqlar? Bax 30-dur. 4P-də 5 dənədirsə oldu neçə? 35. Bu 35 ümumi elektrondur 100%. Valent elektronları isə xarici təbəqədə olan elektrondur. 2 ilə 5-in cəmi 7-dir. Buna da ki, məsələn, buradan da asanlıqla taparıq ki 20%. Deməli, burada söhbət 4s2 4P5-dən gedir. Və bu elementin P elektronlarının sayını, P elektronlarının sayını səndən soruşursa, artıq sən buradakı fikir ver. P elektronları 6-sı burada, 6-sı burada və 5 dənəsi də buradadır. 6 + 6 + 5, 17 dənə P elektronu mövcuddur. Və elektron olan orbitallarının sayını yazın. Elektron olan orbitallarını yazdıqda S-də 1 orbital var, 2s2-də 1 orbital, 2p6-da 3 orbital, 3s2-də 1 orbital, 3p6-da 3 orbital, 3d10-da 5 dənə tam orbital, belə deyək də D yarım səviyyəsində 5 dənə orbital mövcuddur. 4s2-də 1 dənə orbital olacaq. 4p5-də də yenə də ki, mənə deyir ki, elektron olan orbitalların sayı 4p5-də də olacaq. Nə? Əlbəttə ki, 3 dənə elektron olacaq və buradan rahatlıqla biz bunu hesablayacağıq. 18 dənə elektron var. 2, 5, 6, 9, 14, belə deyək də 15, 3 də bu 18. 18 dənə nə mövcuddur? Elektron olan nə? Orbital olacaq və bu da bizdən istənilən ikinci şərtə uyğundur. Keçək növbəti tapşırığa. 17-ci tapşırıqla davam edək. Atom verib, ikinci energetik səviyyəsindəki elektron sayı 7, üçüncü energetik səviyyəsində isə elektron mövcud deyil. Deməli, burada x-dən danışıramsa, x üçün 1s2, 2s2, 2p davam edirik və 2s2, 2 belə deyim də, ikinci energetik səviyyəsində 7 elektron varsa 2s2, 2p5 şəklində qeyd olunacaq bu formada. Y-dən danışdıqda, Y-də ikinci energetik səviyyəsində 8, üçüncü energetik səviyyəsində isə 14 dənə elektronun olduğunu qeyd eləyirsə, yazıram 1s2, 2s2, 2s2, 2p6, 3, davam edirik. 2s2, 2p6 şəklində qeyd eləyək. 3s2, deməli 3p belə deyək də. Deyək, üçüncü energetik səviyyədə olan elektron sayı 14-dür. 3p6-nı yazdıq. Demək, bunun 14-dürsə, belə deyim də, bunun artıq 3d-si də mövcuddur. 4s-i də nədir? Mövcuddur. Üçüncü energetik səviyyəsində 14 dənə elektron varsa, bunun belə deyək də, 8 dənəsi s-lə p-nin payına düşür. Yerdə qalan 6 dənəsi də d-nin payına düşür. Onda 4s nə şəklində qeyd olunacaq? 4s şəklində, belə deyim də, 4s2 şəklində qeyd olunacaq ki, çünki əvvəl 4s yarım səviyyəsində olur, enerjisi az olursa, sonra 3d yarım səviyyəsində olur. Bu konfigurasiyanı yazdı və mənə deyir, x, y atomlarında olan s elektronların sayını müəyyən edin. X üçün 1s2-də 2, 2s2-də 2, yəni məndən birinci istənilən şərtdə 4 dənə nə mövcuddur? Elektron mövcuddur. Daha sonra isə ikinci məndən istənilən y atomundakı s elektronların cəmi, baxın, burada olacaq 1s2-də 2, 2s2-də 2-dir, 3s2-də 2 və 4s2-də isə 2-dir. 2 + 2 + 2. Buradan da tapacağıq 8 dənə elektron. Keçirəm növbəti tapşırığa. Demək, XO2 verib, YOH2 müsbət, ümumi elektron sayı 76-dır. Yazıram, XO2 mənfi, XOH2 müsbət. Qeyd etdik. Ümumi elektron sayı x üçün bilmirəm, x yazıram. Oksigində 8 elektron 2-yə vurduq 16. Bir ədəddə bax bu ionun mənfi 1-2 var, odur. 1 elektron alıb. Plus digərində yenə x yazırıq. Oksigen 8, hidrogen 1, 9 eləyəcək. 2 dənəsini də verdiyi üçün yazacağım 7. Bərabərdir, neçə qeyd eləyib burada? 76 qeyd eləyib və qeyd edib. Buradan da asanlıqla x-i taparıq ki, 26.
X26 burada dəmirdən söhbət gedir. X-in proton sayını elə məndən X-in proton sayı 26-nı soruşur. Bu məndən istənilən birinci idi ki, yəni ki, burada 26 tapmışam. Keçirəm daha sonra X3 müsbət ionundakı D elektronu. Demək, X3 müsbətdir. Buraya yazıram 26. Əvvəl bunun konfigurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d6'dır. Əgər X3 müsbət deyirsə, 3 elektron verib. Bu elektronun ikisi 4s-dən gedəcək, bir dənəsi də 3d-dən gedəcək. Olacaq 3d5, 4s0 şəklində. Yəni, mənə də deyir ki, D elektronlarının sayını yazın. D elektronlarının sayı nə qədər olacaq uşaqlar? 5 ədəd olacaq. Yəni, bu da məndən istənilən ikinci idi. Bu, və birinci isə onun proton sayı 26 şəklində qeyd olunacaq. Keçək 19-cu tapşırığa. 19-da da neytral X atomunda olan cütləşməmiş elektronların sayı və X-in minimum oksidləşmə dərəcəsini yazın. Demək, yazır ki, X3 müsbətdir, elektronlarının sayı A şəklindədir, fosfor 15, -3-dür. Bunda da elektronlarının sayı isə A-3 şəklindədir. Biz bildik ki, elektron bərabərdə proton çıxılsın, ion yükü. Elektronu bərabər olacaq, 15 çıxılsın -3, elektronu tapdıq 18 dənə. Bunda 18 elektron var və mənə də elektronlarının sayını fosfor üçün A-3 verib. Onda belə qeyd edərik ki, A-3 bərabərdir 18, A-nı taparıq 21. Və X3-ün elektron sayını A verdiyi üçün, A-nı da 21 tapdığım üçün yazdım bura 21. Müsbət 3 yazdığı üçün elektron bərabər proton çıx yük. Elektronu 21, protonu bilmirəm, çıxıram 3'ü, protonu buradan tapıram 24. Yəni, X-in proton sayı 24'dür. Bunu bildik. İndi mənə deyir, neytral X atomunda cütləşməmiş elektronların sayına müəyyən et. Neytral X atomu deyirsə, artıq bu hissələri siləcəm. Neytral X atomu deyirsə, yəni X üçün 24'dür. Elektron konfigurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3p6, 3d, 4s1, 3d5. Yəni bu elektron uçurum hadisəsi olan xromdan söhbət gedir. Cütləşməmiş elektronlarının sayı, D-də 5 dənə cütləşməmiş elektron var, S-də də 1. Bunların cəmi nə qədər eləyəcək? 6. Bu məndən istənilən birinci şərt idi. Bunu yazdım. Və X-in minimum oksidləşmə dərəcəsi. X bilirsiniz ki, 4-cü dövr 6B yarım qrupunda yerləşir və X metaldır. Və metalların minimum oksidləşmə dərəcəsi isə nəyə bərabər olur həmişə? 0-a bərabər olur. Aydındır. Maksimum oksidləşmə dərəcəsi qrup nömrəsinə bərabər olur. Minimum oksidləşmə dərəcəsi isə metal üçün 0-a bərabər olacaq. Bu da istənilən ikinci şərtdir. Keçək 20-ci tapşırığa. Deyir, atomun normal halda elektronlarının energetik səviyyələrdə paylanmasına uyğun olaraq A-nı, B-ni və atomda olan tək elektronların sayını hesablayın. Yenə də görürsünüz 24-dən söhbət gedir də uşaqlar burada ancaq. Çünki fərqli olan odur deyə 24-dən söhbət gedəcək. Yəni X üçün yazıram 24. Bax yazıram onun istədiyini. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d5. Eləmi? D5. Biz bunu müvəqqət olsa belə xətt çəkək. Əslində onu çəkmək düzgün deyil, çünki tamamlanmayıb 3-cü dövr. Ancaq burada mən fərqlilik A-nı və B-ni tapmaqdan ötürü A mənim, belə deyək də, bu hissəni siləcəm, tam sizə başa salmaqdan ötürü. Bax, bunu sildim. Fikir verin, A neçənci? Bax, birinci dövr, ikinci dövr, üçüncü, bu da 4. A, üçüncü dövrdə olan elektronların sayıdır. Üçüncü dövrdə olan elektronların sayını cəmləyirəm. Bayaq da tapmışdım. 2 ilə 2 plus 6 plus 5 bərabərdir 13. Bu məndən istənilən birinci şərtdir. Və B-ni. B isə, belə deyək də, 4-cü dövrdə olan elektronun sayıdır. B də bərabərdir 1. Bu da məndən istənilən ikinci şərt. Və atomda olan tək elektronların sayını yazın. Bu da üçüncü şərtdir. Atomda olan tək elektronun sayını daha bilirik ki, D-də 5 dənədir, S-də də 1-dir. 5 plus 1 bərabərdir 6. Bu da bu formada. Keçək növbəti tapşırığa. 21-ci tapşırığa baxacağıq. 21-ci tapşırıqda da deyir, 3-cü dövr elementini verir. Maksimum həyəcanlanmış halda sonuncu energetik səviyyədə olan elektronların sayını S-də A, D-də də A+2-dir. X-in baş oksidini və kimyəvi Y-in hidrogenli birləşməsinin nəyini yaz məndən soruşur? Kimyəvi formulunu qeyd. Deməli, X 3-cü dövr hər ikisi, istər X uşaqlar, istərsə də Y neçəcə dövr elementidir? Baxın, 3-cü dövr elementidirsə, mən X 3-ünü yazıramsa burada və maksimum həyəcanlanmış halı deyirsə, yazıram ki, 1s2. Bilirsiniz ki, atomun həyəcanlanması
olması üçün onun xarici təbəqəsində cüt elektron və boş orbital olmalıdır və həyəcanlanma həmişə xarici təbəqədə gedir uşaqlar. Və üçüncü dövr deyirsə, həyəcanlanma üçüncü təbəqədə gedəcək və tam həyəcanlanma deyirsə, artıq S-də bir dənə elektron olmalıdır. Deməli, P-dən də D-yə keçib, daha sonra S-dən də D-yə keçib ki, tam həyəcanlanma olub. Yaxşı, bu vəziyyətdə S-də elektron sayı nə qədərdir? A-dır. A-nı buradan tapsaq ki, taparıq ki, bax S-də burada 2 dənədir, burada da 2 dənədir, burada da 1 dənədir. Yazaram ki, 2 plus 2 plus 1 bərabərdir 5. Deməli, S-dəki elektronun sayı 5-dirsə, P-də də, D-də də daha doğrusu, üzr istəyirəm, D-də də A plus 2 şəklində yazır. D-də nə yazıb? A plus 2. Yəni, A plus 2 o deməkdir ki, 5 plus 2... Belə deyək də, maksimum həyəcanlanmış halda sonuncu energetik səviyyədə, sonuncu energetik səviyyə dediyi üçün uşaqlar artıq burada belə deyim də, biz bu əvvəlkiləri hesablamayacağıq. Sonuncu energetik səviyyə dediyi üçün biz sadəcə nəyi? Üçüncü təbəqəyə baxacağıq. Üçüncü təbəqəyə baxdığımız üçün isə burada S-də artıq elektron sayı neçə dənə olacaq? S-də üçüncü təbəqə üçün 1 dənə, D-də də A plus 2-dirsə, onda nə yazacağım mən? Yazacağım ki, belə deyək də 1 plus 2 bərabərdir 3 şəklində. Bu onda belə olacaq da uşaqlar. 3S1, deməli 3P də tamamilə həyəcanlanıb. 3P3, D-də də oldu neçə? 3D3. Burada sıra nömrə 17 olan xlordan söhbət gedir. Və bu elementə baxıram ki, xarici təbəqədə olan elektronları cəmləsək, S-də 1, P-də 3, D-də 3-dürsə, bu element olacaq neçənci qrup? 7-ci qrup. 7-ci qrup elementlərinin baş oksidinin formulu nədir? X2O7 şəklində qeyd olunur. Bu məndən istənilən birinci şərt idi uşaqlar. Daha sonra Y-in hidrogenli birləşməsinin formulu. Gəlin Y üçün yazırıq. Y də yenə 3-cü dövr elementidirsə 1S2, 2S2, 2P6 artıq olacaq burada 3S1. D-də də yenə S-də olduğu anı tapdıq yenə 1-də də. Çünki X-də də eynidir. Bunda da A plus 1-dirsə deməli 3P3, 3D, D-də də nədir? A plus 1-dirsə, yəni 1 plus 1, D-də də 2-dir. 3D nə şəklində qeyd olunacaq? 2 şəklində. Artıq Y-ə baxıram ki, Y neçənci qrup elementidir? Üstlərini cəmləsək 1 plus 3 plus 2 6-cı qrup elementidir. 6-cı qrup elementidirsə, 6-cı qrup elementlərinin hidrogenli birləşməsini yazsaq, bizdən hidrogenli birləşməsini soruşur deyəsən. Aha, Y yazıram, hidrogen. 6-cı qrup elementlərinin hidrogenli birləşməsi olacaq YH2. 6-cı qrupdan oksigeni yadınıza gətirir. Necə olur da H2O kükürdü yadınıza gəlir. Necə olur da H2S. YH neçə şəklində qeyd eləyəcəm mən? 2 şəklində qeyd eləyəcəm. Həm də ki, hidrogen bir valentlidir. Y elementi, belə deyək də, normal vəziyyətdə xarici təbəqəsində 2 elektron, tək elektron mövcuddur. YH2 formasında qeyd etmək mümkündür. Bu da məndən istənilən ikinci şərt idi. Keçək növbəti tapşırığa. 22-ci tapşırıqla davam etmək istəyirəm. Deməli, verib ki, bizə CO verib, karbon belə deyək də 13 izotopudur və burada isə bir də verib ki, belə deyim də, CO12, karbon 12 izotopunu verib. Deyir, qarışığın 11,2 litrinin kütləsi 14,2 qramdırsa, ilkin qarışıqda CO-nun 13 CO-nun mol payını payı isə qarışığın tam yanmasından alınan qaz qarışığının kütləsini qramla hesablayın. Oksigende 16 şəklində qeyd edeyim. Uşaqlar, bu qarışıq ümumilikdə neçə litrdir? 11,2 litrdir. 11,2 litr neçə mola uyğundur? 0,5 mola uyğundur da, yəni nü bərabərdir və böl VM-dən tapa bilərik. Bunun CO-nun CO13 izotopu ilə karbon 12 izotopunun belə deyək də kütləsi şəklində qeyd etdikdə, buradan baxacağıq ki, CO-nu hər birini molunu fərqli götürmək istəyirəm. Karbon 13 izotopunun molunu A, 12 izotopunun molunu B yazıram. Onda yaza bilərəmmi ki, A plus B bərabərdir 0,5 mol. Nə qədərdir? 0,5 mol sistem tənliyə gələcəm. Daha sonra bu qarışığın ümumilikdə kütləsini bizə verib ki, nə qədər? 14,2 qram şəklində verib və 14,2 qram şəklində verilibsə, karbon 13, oksigen 16, 29 qramdır. Molunu bilmədiyim üçün yazaram 29 plus. Karbon 12 digərində CO12 izotopunda, oksigen 16, 28 eləyəcək B. Bərabərdir 14,2-dir. Buradan A da bərabər olar. 0,5 çıxılsın nə şəklində yazaram? B şəklində yazaram. Bunu bu formada yazıram. Daha sonra 29 A-nın yerinə. Bax, bunu gətirib burada yerinə qoyacağım. Sadə riyazi hesablamadır. 0,5 minus B plus 28B bərabərdir 14,2. Buradan asanlıqla biz B-ni 0,3 taparıq. B-ni 0,3 tapanda A-nı da taparam ki, bax, gətirdim burada 0,5 çıxılsın 0,3. Buradan da A-nı tapacağım. Nə qədər? 0,2. Buradan da tapdım 0,2 şəklində.
Deməli onda CO13 izotopu 0,3 moldur. Fərqli qələmlə yazaq. Bu oldu 0,3 mol. Bu birisi oldu nə qədər? Əlbəttə ki 0,2 mol şəklində. İndi mənə deyir ki, ilkin qarışıqda CO, belə deyək də, karbon 13 CO-nun mol payını faizlə hesabla. Faizlə hesablayanda da ümumilikdə cəmi birləşmə qaz qarışığı belə deyək 0,5 mol idi. CO13-ü dediyi üçün 0,3 vurulsun 100. Buradan da tapacağıq ki, asanlıqla neçə faiz? 60% şəklində. Bu məndən istənilən birinci şərt idi uşaqlar. Və deyir qarışığın tam yanmasından alınan qaz qarışığının kütləsini qramla hesabla. Deməli CO birinci 13-dən söhbət gedir. Yanır oksigində və CO2-nin alınması prosesi baş verəcək. Və CO13 izotoplu birləşmə neçə mol idi uşaqlar? Əlbəttə ki 0,3 mol idi. Bu 0,3 molu yananda əmələ gələn CO2-də neçə moldur? 0,3 moldur. Yəni CO-nun 0,3 molu tam çevrildi, yandı, yox oldu, çevrildi CO2-yə, o da 0,3 moldur. Daha sonra 2 mol CO, bu 12 izotop olacaq. Oksigində yandı, 2 mol CO2 alındı. Bu artıq oldu 0,2 mol. Bunun 0,2 molunun yanması zamanı isə 0,2 mol CO2 alınacaq. Artıq burada diqqət etməli olduğunuz məqam ondan ibarətdir ki, uşaqlar, bu CO 0,3 molundan CO2 alınırsa, burada da yenə belə deyək də karbon 13 izotopudur. Aşağıdakı CO-nun oksigenlə yanmasından karbon 12 izotopudursa, burada əmələ gələn CO2 isə 0,2-dir. Onda belə yazarıq. 0,3 vurulsun. Buradakı CO2-də karbon 13, oksigen isə nə eləyər? 32 eləyər. Yəni 13 belə deyək də 13 32 45 eləyəcək. Biliyoruz, aşağıdakı isə normal bizim bildiyimiz 44 qramlıq CO2-dir. Vururuq nə şəklində yazırıq? 44 şəklində yazırıq və buradan da rahatlıqla biz hesablayıb, rahatlıqla tapacağıq ki, nə qədər? Əlbəttə ki 22,2 nə uşaqlar? Qram şəklində. Bu da məndən istənilən ikinci şərt idi. Müvafiq olaraq bu və müvafiq olaraq 60% bunu məndən istəyirdi. Keçirik nəhayət sonuncu tapşırığa. 23-cü tapşırıqda gəlin görək bizdən nə soruşur. X verib, cüt elektronu 9, tək elektronlu orbital sayı 1-dir. X, Y-in əmələ gətirdiyi birləşmənin formulunu soruşur və həmin birləşmənin 0,5 molunda olan elektronların mol payını bizdən nə edir? Soruşur. Gəlin görək burada söhbət nədən gedir? Deməli burada X üçün yazdıqda cüt elektronlu orbital 9-dur. Yazıram. Yaza gedək. 1s2, 2s2, 2p6, 3s2. Cüt elektronlu orbital sayı 9-da. Bax, burada 1-dir, burada 1-dir, burada 3-dür, burada 1-dir. Hələ var da, burada 6 dənə deyə. 3p6 şəklində yazacağam. 3-dür bu. 3p6 şəklində yazdım. Burada da artıq 3 dənə oldu. Ödədi burada 6, 7, 8, 9. Bəli, 3p6 şəklində də belə deyim də yazıram. Və burada tək elektronlu isə 1 dənədir. Deməli 3p6 durubsa uşaqlar, sonra 4s olur da. Deməli onda 4s1-dir, 3d-də nədir? 0-dır. Sonra keçirəm Y üçün. Y üçün yazdıqda isə cüt elektronlu 7-dir. Yazırıq 1s2, 2s2, 2p6. Bax, cüt elektron 1, 1, 3. Elədi neçə? 5. Sonra 3s2. Onda olacaq 5, 6. Onda 3p neçə olar uşaqlar? Burada əlbəttə 3p4 olar ki, baxın p-ni çəkirəm, tam aydın olsun. 1, 2, 3, 4. Həqiqətən burada 3p4 olanda burada da bir dənə cüt elektrona malik olan nə mövcud orbital? Cəmləsək 1 plus 1 plus 3 plus 1 plus 1 dənəsi də burada vardır da. Cəmi eləyər bizə neçə dənə? 7 eləyər. Cüt tək elektronlu orbital isə 2. Elə həqiqətən də görürsünüz, burada da 2-dir. Deməli bizim şərtimizə uyğundur. Əmələ gətirdiyi birləşmənin kimya formulunu yazın. X 4s1-dirsə, 4-cü dövr 1-ci qrupdursa, bu X olacaq nə şəklində? Deməli X olacaq burada 1 valentdir. Y üçün danışdıqda isə fərqli qələmlə yazacağım uşaqlar. 3s2, 3p4-dür və bunun tək elektron sayını bax burada da çəkmişəm. Neçə dənədir? 2. Həm də ki uşaq biləcək ki daha Y 6-cı qrupdursa, 6-cı qrup elementləri X də metaldır da 1-ci qrup elementidirsə. Və baxacağam ki Y 6-cı qrup, X 1-ci qrup elementidirsə, 6-cı qrup elementləri X bir metaldır onsuz. Metallarla birləşmədə ekvivalent olur. Həm də tək elektronuna görə də yaza bilərsiniz rahat. Buradan formul çıxacaq X2Y. Mənə kimya formulu soruşduğu üçün mən bunu bir şəklində qeyd etdim. Deyir, həmin birləşmənin 0,5 molunda olan elektronların mol sayını hesablayırıq. Baxıram ki, qayda qanunla bu birləşmənin 1 molunda, bax, X 4s1-dir. Biz üzərlərindəki elektronları cəmləsək, bunun sıra nömrəsi olacaq 19. Y üçün isə üzərlərində elektron cəmləsək, burada olacaq 16. Bunun 1 molunda X 19-dursa, 19 vurulsun 2 plus Y-in isə belə deyək də, nə qədərdir? Elektron sayı 16. Yəni 19 vurulsun 2 eləyəcək 38. Üzərindən də 16 gələndə 54 eləyər də uşaqlar və belə deyək də 54 eləyər. Elə onda gəl bunu silək. Bura yazaq rahatlıqla 54. 54 yazaq.
Aha, 1 molunda 54 mol elektron mövcuddur. Mənə də 0,5 molu dediyi üçün 0,5 molunda da bilmirəm mən buradan da tapıram ki, olan elektronların mol sayı nə qədər olacaq? 27 mol elektron olacaq. Yəni 1 molda 27 elektron demək düzgün deyil. Ya 27 molda ya da 27 en az sayda elektron mövcuddur. Yəni məndən istənilən ikinci şərtə də uyğun budur. Birinci şərt nə idi? Kimya formulu idi. O da kimya formulda bax buydu. X2 Y-dir. Bu qədər uşaqlar, ümidvaram ki, başa düşdünüz. Xahiş eləyirəm əməyə hörmət olaraqdan bəyənməyi və yorum yazmağı unutmayın.